Herkese salam dostlar. Ümid edirəm işləriniz qaydasındadır. Bildiyim qədərilə ixtisas seçimi artıq yavaşdan başlayacaq. Tam olaraq nə vaxt başladığını bilmirəm. Əgər siz 11-ci sinif bitirmisinizsə, kommentlərdə yazarsınız və əlbəttə ki, 11-ci sinif bitirmiş birisi düşünür ki, mən hansı universiteti seçməliyəm. Məni bəlkə də tanıyanlar var aranızda TikTokdan və ya Instagramdan da ola bilər. Mən Ayşə Evazova bu il AD Universitetindən məzun oldum. Özüm dövlət ictimai münasibətlərdən məzun olmuşdum. ADya girməyin bir neçə yolu var. Mən din yolu ilə, o bildiyimiz o ənənəvi yolla ADya məzun oldum və 570 balla məzun olmuşdum. 570 baldan mən ADya girmişdim, qəbul olmuşdum. İxtisasımca dövlət və ictimai münasibətlərdir. Bu ixtisasla məzun olmuşam və TikTokda uzun müddətdir ki, bir ildən çoxdur ki, ADya ilə bağlı suallarınızı cavablandırmağa çalışıram. Xüsusilə onu maraqlandıran bir söhbət var ki, ADyadakı güzəştlər, ADını necə pulsuz təhsil ala bilərəm və s. Ümumiyyətlə ADyada həqiqətən də güzəştlər var. Ümumiyyətlə mənim ixtisasımı, mən necə oxumuşam ADyada, maddi olaraq bundan da bəhs eləmək istəyirəm. Deməli, mən məcburi köçkün statusuna sahib olduğuma görə, normalda mənim ixtisasım ili 6000 manat olmalıdır. Mən girəndə elə idi, məncə hələ də o qiyməti qaldırmayıblar. Amma məsələn, bilirəm ki, hüquqdur, 6500 idi mən girəndə. Sonra finance, maliyyə idi, o da 6500 mən girəndə, amma onlar 8500-ə qədər qalxdı deyə bilirəm. Bu mənim oxuduğum müddətdə, amma məncə mənim ixtisasım balı qalxmadı, digər ixtisaslara qalxmadı deyə düşünürəm. Amma mən 6000 yox, bu 4 il müddətində fix 750 manat ödəmişdim. Yəni mən belə oxuyurdum və əlbəttə ki, onu da semestrlara bölürük. Ya bu məcburi köçkünlər üçün həqiqətən də yaxşı bir fürsətdir. Əgər sizin də belə bir statusunuz varsa, bundan istifadə etməyinizi tövsiyə edirəm. Amma deyək ki, sizin belə bir statusunuz yoxdur. Əslində fürsətlər bir deyil, birdən çoxdur. Yəni güzəştlər, maliyyə yardımları. Mən istəyirəm ki, bu videonu partlara bölüm. Yəni bir videoda hər şeydən danışmaq istəmirəm. Video gərəksiz uzamasın deyə. Hətta əgər alınarsa videonu 1.5x almaq istəyirəm ki, sizin üçün də videoya baxmaq sıxıcı olmasın. İndi çox videonu uzatmaq istəmirəm. Gəlin başlayaq artıq. Məcburi köçkün ondan danışdım. İndi isə ADya əgər dinlə qəbul olunmusunuzsa, yığdığınız bala görə sizə müəyyən güzəştlər edə bilərlər. Əgər ixtisas fərqi yox, istənilən bir ixtisas seçsəniz və yığdığınız bal 690 və 700 bal aralığındadsa, siz deməli 4 il müddətində təhsil haqqından azad olursunuz. Əgər yığdığınız bal 650 və 700 bal aralığındadsa, istənilən ixtisas seçməyinizə baxmayaraq, sizdə deməli ilk ilinizə təhsil haqqından azad olursanız birinci kursunuzda, yox, əgər sizin balınız 600-650 bal aralığındadsa, ilk ilin, ilk semestrində 50% təhsil haqqından azad olursunuz. Amma bəzi ixtisaslarda biraz elə bir çifte standart uyğulayıblar. Məsələn, riyaziyyat və iqtisadiyyat ixtisaslarında belə bir şey var ki, əgər siz deməli 650 və 700 bal aralığında bir bal yığmısınızsa və əgər bu iki ixtisasa qəbul olunmuşsa, riyaziyyat və yaxud da iqtisadiyyat ekonomi, deməli siz 4 ildə təhsil haqqından azad olursunuz. Yox, əgər həmin bu iki ixtisası seçmisinizsə və balınız 600-650 bal aralığındadsa, siz isə bir il müddətində təhsil haqqından azad olmuş olursunuz və bunun üçün də bəzi göstəricilər olmalıdır. Yəni universitetə girəndən sonra əgər siz bu haqqlara sahibsinizsə, yəni bu təqaüdləri almısınızsa, minimum 3 olmalı GPA-niz. ADyada GPA 4 üzərindən olur. Digər universitetdəki 100 üzərindən olmur. İstəyirəm ki, ixtisas seçiminə qədər ADya ilə bağlı videolar çəkim. Yəni sadəcə bu video ilə kifayətləndim ki, sizin üçün faydalı olsun. ADyada digər universitetdə olduğu kimi 100 üzərindən deyil. Ümumi orta göstərici OMG, onun tam açılışında bilmirəm. Yəni biz ona GPA deyirik. Məsələn, ADya tələbələr bəzən bilməz o GPA neçədir falan deyə. Bizdə o 4 üzərindəndir. Başqa nələr deyə bilərəm? Məlumatların düz olması üçün həqiqətən çalışıram ki, həmişə yoxluyum. Okay, başqa nələr var? SAT ilə, ADya ümumiyyətlə girmək bir dənə üsul deyil. Yəni din dışında da bəzi yollarla girə bilərsiniz. SAT ilə girə bilərsiniz. Azərbaycan vətəndaşısınızsa, SAT, onun yanında 3 sənə var. IELTS, Duolingo və TOEFL və yaxud girə bilərsiniz. ADA School'dan da girə bilərsiniz. ADA School'da oxuyursunuz onun biri. Daha sonra sadəcə buraxılış imtahanı verirsiniz. ADA'nın öz daxili imtahanları olur, oradan da girə bilərsiniz. SAT üçün də bunu demək istəyirəm ki, son vaxtlar SAT ilə verən tələbələrin də sayı artıb Azərbaycanda və bir də ADA'dan başqa Xəzər də SAT ilə qəbul edir. Əgər sizin balınız SAT-də maksimal 1600-dür, 1500-dən yuxarıdırsa, 1500-dən yuxarıdırsa, siz məncə 4 ildə ümumi 4 il təhsil haqqından azad olursunuz. Amma mən bunu yenə də bir yoxlamaq istəyirəm ki, düz bəli. Amma bu hər ixtisas üçün deyil. 1500 bal toplamısınız SAT-dən. Riyaziyyat və iqtisadi ixtisaslarına qəbul olunmusunuzsa, ancaq bu şərtlə siz 100% təhsil haqqından azad olursunuz. Bayaq demişdim ki, ADA məktəbi, yəni ADA School kimi gedir onun adı. ADA School əgər 11-ci sinif, ADA School'un da öz dərsində ortalamalar olur. Yəni məsələn ki, ADA-da 4 ortalama olmur, maksimum GPA. ADA School'un özündə də 4 ortalama var və siz 4 ortalama ilə bitirsəz və bu iki ixtisas ilə riyaziyyat və iqtisadiyyat ixtisaslarına qəbul olsaz, yəni təhsil haqqından 100% azad olacaqsınız. İndi yenə də bütün bunları hansı saytlardan əldə eləmişəm, şəkillərini də Azərbaycan dilində əsas alıb atacağam ki, sizin üçün də yəni bəzən dediyim şeyi başa düşməyə bilərsiniz və yaxud yəni görüntü olaraq olması sizin üçün daha yaxşı olar. Və əlbəttə ki, respublikada fənn olimpiadaları bunlar üçün də əgər bunun üçün də bir göstəriciniz varsa, burada da təhsil haqqında güzəştlər olur sizə. İndi bu necədir? Din imtahanında 650 və daha çox bal toplamısınızsa və 11-ci sinifdə respublika fənn olimpiadalarında birinci yer sahibisinizsə, ilk ilin təhsil haqqından, ancaq birinci ilin təhsil haqqından 100% azad olunursunuz. Burada belə bir şey yazılıb.
Yes, hə. Bu arada adını bildiyimiz kimi foundation var və bunu istəyirəm ki, 1-2 məlumat verim, artıq videomu bitirim. Əgər adada foundationla bərabər adada dərsiniz 5 il ola bilər, 4 il yox. Yəni bunlar 5 illik təhsilə aiddir. Narahat olmayın. Bu dediyim güzəştlər. Yes, hələ ki məncə bunlar yetərlidir. Dediyim kimi videomu partlara bölmək istəyirəm. Çünki məsələn qəhrəmanlara minnətdarlıq da var. Yəni əgər siz şəhid ailəsinin atanız şəhid olubsa, şəhid ailəsinin bir üzvüsünüzsə, bu zamanda sizin üçün bəzi güzəştlər olacaq. İstəyirəm ki, gələn videolarda bunlar haqqında bəhs eləyim. Mən də həqiqətən video çəkməzdən əvvəl istəyirəm ki, sizə düzgün bir məlumat verim. Əgər belə platformada videolar paylaşıramsa və mən də videolar çəkməzdən əvvəl gedib oxuyuram o rəsmi saytlarını ki, sizə düzgün məlumatlar verim. Bəli, bu qədər. Ümid edirəm videomu bəyəndiniz. Əgər video ilə bağlı nəsə bir kommentiniz varsa, feedbackiniz, rəyiniz varsa, yazın zəhmət olmasa. Mən də çalışıram ki, özümü inkişaf elətdirim. Və sizdən bir şey daha istəyəcəm. Yəni digər suallarınız falan varsa, onları da yaza bilərsiniz. Həm video çəkmək üçün mənim üçün də fikir olar ki, ağlımda da onsuz da bəzi fikirlər var, hansı videolar çəkim YouTube-a. Bəli, bu qədər. Sağ olun, salamat qalın.